Salam uşaqlar, bugün riyaziyyat 2-ci hissə toplunun ilk mövzusu funksiyalar və qrafiklərin 1-ci bölməsinin izahını verəcəm. İlk sualımızla başlayaq. Birinci sual. Y bərabərdir 3x çıxaq 2 funksiyası verilmişdir. Cədvəldə verilənlərə görə A üstəgələk B cəmini tapın. Uşaqlar, baxın ki, cədvəldə x-a 5 verib və y bizdən soruşur. Y bərabərdir. X-in yerinə 5 yazırıq. 3 vuraq 5 çıxaq 2. 3-ü 5-ə vurduqda 15, 15-dən 2 çıxanda 13. Deməli, A-nın qiyməti 13 oldu. Digərində Y-ə 4 verib və X-i bizdən soruşur. Ona görə də yazırıq 4 bərabərdir 3x çıxaq 2. Tənliyi həll eləyirik. 3x bərabərdir. -2 sol tərəfə keçdikdə müsbət olur. Yəni 4 üstə gələk 2. 3x bərabərdir 6. X bərabərdir 6-nı 3-ə böldükdə 2. Demək, B-nin də qiymətini tapdıq 2. Bizdən də A üstə gələk B-ni soruşduğu üçün 13-ün üzərinə 2 gəlirik, 15. İkinci sual. Y bərabərdir 2x çıxaq 5 funksiyası verilmişdir. Cədvəldə verilənlərə əsasən A üstə gələk B cəmini tapın. Yazaq. Y bərabərdir 2x çıxaq 5 və x-i verib 7. Y-i axtaraq. Y bərabərdir 2 vuraq 7 çıxaq 5. 2-ni 7-yə vurduqda 14, 14-dən 5 çıxanda 9. Digərində y-i verib 3, x-i soruşur. 3 bərabərdir 2x çıxaq 5. 2x bərabərdir, -5 keçir sol tərəfə müsbət olur. 3 üstə gələk 5. 2x bərabərdir 8. X bərabərdir 8 2-yə bölündə 4. Demək, bizim A-mız 9 oldu, B-miz 4 oldu. 9-un da üzərinə 4 gəldikdə edəcək 13. Doğru variant B variantı. Üçüncü sual. Nöqtələrdən hansı 0,2x çıxaq 3y bərabərdir 10 tənliyinin qrafikinə aiddir? Uşaqlar, tənliyin qrafikinə aid olan nöqtələr cütünü tapmaq üçün biz bir-bir variantları yoxlamalıyıq. Biz bilməliyik ki, ilk öncə birinci yerdə duran nöqtə x-i, ikinci yerdə duran nöqtə isə y-in nöqtəsidir. Deməli, A variantında bizə verib ki, 0, 3 nöqtəsi. 0, 3 nöqtəsini yoxlayaq. 0,2 vur 0. Çıxaq 3 vuraq 3. Bərabərdir. 0,2-ni 0-a vuranda 0, 3-ü 3-ə vuranda 9. 0-dan 9 çıxanda -9 edir. Bu variant ödənmədir. B variantını yoxlayaq. 5, -3 cütü. 0,2 vuraq 5. Çıxaq 3 vuraq -3. 0,2-ni 5-ə vurduqda 1 edir. -3-ü -3-ə vuranda müsbət 9. 1-in üzərinə 9 gəldikdə 10 edir. Deməli, doğru variantımız B variantı oldu. Dördüncü sual. Nöqtələrdən hansı 4x üstə gələk 1,5y bərabərdir 5 tənliyinin qrafikinə aiddir? Yenə də nöqtələri gətirib x-in y-in yerinə yazıb doğru variantı tapmalıyıq. Uşaqlar, burada birincini yoxlayaq. 4, 10 nöqtələr cütü. Yəni, tənliyimiz də 4x üstə gəl 1,5y bərabərdir 5 olduğu üçün 4 vur 4 üstə gələk 1,5 vur 10 bərabərdir. 4-ü 4-ə vuranda 16. 1,5-i vur 10-a vuranda 15. 16-ın üzərinə 15 gəldikdə 31. B variantı. 1, 2 nöqtələr cütü. 4 vur 1 üstə gələk 1,5 vur 2. 4-ü 1-ə vuranda 4. 1,5-i 2-yə vuranda 3. 4-ün üstünə 3 gələndə 7. Bu variant da ödənmədi. C variantı. 1, -0,2. 4-ü vuraq 1-ə. Üzərinə gələk 1,5 vur 0, -0,2. 4-ü 1-ə vuranda 4. 1,5-i 0,2-yə vuranda edəcək -0,3. 4-ün də üstünə -0,3 gələndə 3,7. Bu da ödənmədi. D variantı. 2, 2. 4 vur 2 üstə gələk 1,5 vur 2. 4-ü 2-yə vuranda 8. 1,5-i 2-yə vuranda 3. 8-in üstünə 3 gələndə 11. Ödənmədi. Və sonda E variantını yoxlayırıq. 2, -2 nöqtələr cütü. 4 vur 2 üstə gələk 1,5 vur -2. 4-ü 2-yə vuranda 8. 1,5-i -2-yə vuranda -3. 8-dən də 3-ün çıxanda 5. Doğru variant oldu E variantı.
5-ci sual. Hansı qrafik y bərabərdir 3x çıxaq 2 funksiyasının qrafikinə uyğundur? Uşaqlar, bunu yazmaq üçün yazırıq. Y bərabərdir 3x çıxaq 2. Biz bilməliyik ki, xətti funksiyanın düsturu y bərabərdir kx üstəgələk b şəklindədir. Burada k sıfırdan böyük olarsa, qrafikimiz koordinat sistemində birinci və üçüncü rüblərdən keçəcək. K sıfırdan kiçik olarsa, qrafik 2 və 4-cü rüblərdən keçməlidir. B-nin qiymətinin təyin olunması isə, B əgər sıfıra bərabər olarsa, qrafikimiz koordinat başlanğıcından keçməlidir. Əgər B-nin qiyməti sıfırdan böyükdürsə, Y-i müsbət istiqamətdə kəsir, sıfırdan kiçikdirsə, Y-i mənfi istiqamətdə kəsir. Yəni, B-nin qiyməti Y-i kəsdiyi nöqtədən təyin olunur. Ona görə də biz gəlin qrafiki çəkək, verilmiş düsturun qrafikini çəkək. Y oxu, X oxu və 0 başlanğıc. K-mız 3-ə bərabər olduğuna görə biz bilməliyik ki, qrafik 1-ci və 3-cü rüblərdən keçməlidir. B-miz isə mənfi 2-dir. Yəni, Y-i mənfi 2 nöqtəsində kəsib. Baxın, haradasa buralarda, mənfi 2. İndi bu nöqtədən qrafikimizi keçirdik. Baxın, bu şəkildə. Deməli, buna uyğun variantda C variantı olacaq. 6-cı sual. Y bərabərdir mənfi 2x üstəgələk 3 funksiyasının qrafikinə uyğun olan variantı seçməliyik. Yenə biz baxırıq ki, k-mız mənfi 2-yə bərabərdir. Deməli, qrafikimiz 2-ci və 4-cü rüblərdən keçməlidir. B-miz isə 3 olduğuna görə Y-i müsbət istiqamətdə 3 nöqtəsində kəsməlidir. Qrafikimizi quraq, Y, X oxu və 0 başlanğıc. K mənfi 2 və 4-dən keçir. B-nin də 3 qiyməti, yəni Y-i kəsdiyi 3 nöqtə. Nöqtəmizi qeyd edirik və qrafikimizi çəkirik. 2 və 4-dən keçdi. Gördüyünüz şəkildə olan variant B variantı. 7-ci sual. Təsvir olunmuş düz xətt hansı funksiyanın qrafikidir? Uşaqlar, funksiyanı bizə verib ki, Y oxu, X oxu, 0 başlanğıc. Baxırsınız ki, koordinat başlanğıcından keçib. Koordinat başlanğıcından keçəndə bizim normal tənliyimiz Y bərabərdir kx üstəgələk b şəklindədir. Və b-miz 0-a bərabər olanda, onda bizim qrafikimiz koordinat başlanğıcından keçməlidir. Ona görə də Y bərabərdir kx şəklində qalmalıdır. Və nöqtələri verib ki, A, 3, 3 nöqtəsi. X-ımız 3-dür, Y-imiz də 3-ə bərabərdir. Tənlikdə gətirək yerinə yazaq. 3 bərabərdir, K vuraq 3. K bərabərdir, 3-ü 3-ə böləndə 1. Deməli, bizim düsturumuz necə olacaq? Y bərabərdir, K-nın yerinə 1 yazdıqda 1 vuraq X, o da X-a bərabər olur. Deməli, Y bərabərdir, X hansı variantdadır uşaqlar? C variantında. 8-ci sual. Daha doğrusu, üzr istəyirəm uşaqlar, E variantında. 8-ci sual. Yenə koordinatlarımızı düzəldək, yazaq. Y, X oxu, 0 başlanğıc. Və yenə koordinat başlanğıcından keçir bizim qrafikimiz. A, mənfi 2, 2 nöqtələri. Və təyin eləyək. Koordinat başlanğıcından keçdiyi üçün təbii ki, B yenə 0-a bərabərdir. Y bərabərdir Kx üstəgələk B şəklində olacaq. Və burada da düsturda B 0 olduğu üçün Y bərabərdir Kx. Nöqtələrimizi yazaq. A, mənfi 2, 2 nöqtələri. Y-in yerinə 2 yazırıq. X-in yerinə mənfi 2. Mənfi 2-ni vururuq K-ya. K bərabərdir. 2-ni mənfi 2-yə böləndə mənfi 1-ə bərabərdir. İndi isə düz xəttin tənliyini yazaq uşaqlar. Y bərabərdir. K-nın yerinə mənfi 1 yazdıqda, mənfi 1-i X-a vuranda mənfi X edəcək. Y bərabərdir. Mənfi X doğru variant, D variantı. 9-cu sual. B-nin hansı qiymətində Y bərabərdir mənfi 3x üstəgələk B funksiyasının qrafiki koordinat başlanğıcından keçər? Uşaqlar, koordinat başlanğıcından keçməsi üçün mütləq B 0-a bərabər olmalıdır. Ona görə də doğru variantımız C variantı. 10-cu sual. B-nin hansı qiymətində Y bərabərdir mənfi 6x çıxaq B funksiyasının qrafiki koordinat başlanğıcından keçər? Uşaqlar, yenə də gəlin bunu qrafikin üzərində qeyd edək, göstərək.
Baxın, koordinat başlanğıcından keçməsi üçün dedik ki, B-miz 0-a bərabər olmalıdır. Üstəgəl, K-mız da mənfi qiymət aldığı üçün, deməli, koordinatımız 2-ci və 4-cü rüblərdən keçməlidir. Baxın, qrafik, baxın, bu şəkildə olacaq. Aha. Deməli, B-miz 0 olan variant da E variantı. 11-ci sual. Hansı düz xətt ordinat oxuna paraleldir? Biz koordinat sistemini çəkək. Y oxu, X oxu. Bildiyimiz kimi ordinat oxu Y oxu nəzərdə tuturlar. 0 başlanğıcımızı yazaq və ordinat oxuna paralel o deməkdir ki, baxın, ordinat oxu ilə eyni istiqamətli olsun. Deməli, X-i kəsib, amma Y-də qiymət almayıb. Demək, Y yoxdur. Y-də qiymət almadığı üçün yalnız X-in qiyməti olduğu nöqtəni götürürük. O da hansı varianta uyğundur? Baxın, uşaqlar, C variantında. 12-ci sual. Hansı düz xətt absis oxuna paraleldir? Bu dəfə isə absis oxuna paralelliyi göstərir bizə. Şəklimizi çəpək. Y oxu, X oxu. Absis oxu isə X oxudur. X oxuna paralel olması üçün o demək ki, Y-i kəsməlidir. X-da qiymət almamalıdır. X-in olmadığı variant hansıdır? B variantı. Deməli, Y-i 2 nöqtəsində kəsir, X-a paralel olur. 13-cü sual. Y bərabərdir 7x üstə gələk 21 düz xəttinin OX oxu ilə kəsişmə nöqtəsinin koordinatını tapın. Uşaqlar, OX oxu ilə kəsişmə dedikdə Y-imiz mütləq 0-a bərabər olmalıdır ki, X nöqtəsini kəssin. Ona görə də Y-in yerinə 0 yazıb tənliyi həll edirik. 7x üstə gələk 21 bərabərdir 0-a, 7x bərabərdir mənfi 21-ə, X da bərabərdir mənfi 21-i 7-yə böləndə mənfi 3. Koordinat cütlərimizi yazmaq üçün birinci yerdə duran X-dir, mənfi 3, ikinci yerdə duran Y 0. Mənfi 3, 0 nöqtəsi də D variantındadır. 14-cü sual. Y bərabərdir mənfi 2x üstə gələk 6 düz xəttinin OX oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. OX oxu ilə kəsişmə dedikdə X-i kəsir, Y-də qiymət 0-a bərabər olur. Yəni, Y-ə 0 yazıb X-i tapırıq. Mənfi 2x üstə gələk 6 bərabərdir 0-a, mənfi 2x bərabərdir mənfi 6-ya, x bərabərdir mənfi 6-nı mənfi 2-yə böləndə müsbət 3. Deməli, 3, 0 nöqtəsi bizim koordinat nöqtələrimiz sayılacaq. 14-cü sualda 3, 0 C variantı. 15-ci sual. A parametrinin hansı qiymətində Y bərabərdir AX çıxaq A üstə gələk 4 funksiyasının qrafiki. B mənfi 3, 0 nöqtəsindən keçək. Y bərabərdir AX çıxaq A üstə gəl 4. Və nöqtələrimizi verib mənfi 3, 0 nöqtələri. Demək, X-imizin yerinə mənfi 3 qoyuruq, Y-imizin yerinə 0 yazırıq. 0 bərabərdir mənfi 3A çıxaq A üstə gələk 4. Mənfi 3A-dan A-nı çıxanda mənfi 4A üstə gələk 4 bərabərdir 0-a. Mənfi 4A bərabərdir, müsbət 4 keçir sağ tərəfə mənfi 4 olur. A da bərabərdir, mənfi 4-ü mənfi 4-ə böləndə müsbət 1. Doğru variant B variantı. 16-cı sual. A parametrinin hansı qiymətində Y bərabərdir AX üstə gələk A üstə gələk 4 funksiyasının qrafiki A 3, 0 nöqtəsindən keçir. Y bərabərdir AX üstə gələk A üstə gələk 4 funksiyasını yazdıqda A 3, 0 nöqtəsini verir və A-nın qiymətini soruşur bizdən. X-in yerinə 3 yazaq. 3A üstə gələk A üstə gələk 4, Y-in yerinə 0 yazaq ki, A-nı tapa bilək. 3A-nın üzərinə A gəldikdə 4A üstə gələk 4 bərabərdir 0-a. 4A bərabərdir. Müsbət 4 sağ tərəfə keçdikdə mənfi 4. A bərabərdir. Mənfi 4-ü 4-ə böləndə mənfi 1. Doğru variant C variantı. Deməli, burada C, B oldu. 17-ci sual. K böyükdür 0 olduqda Y bərabərdir K böl X funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Uşaqlar, Y bərabərdir K böl X funksiyası tərs mütənasiblik asılılığın funksiyasıdır. Deməli, biz qrafiki çəkdikdə Y oxu, X oxu 0 başlanğıc. Tərs mütənasiblik asılılığın qrafiki hiperbola adlanır.
Yəni, baxın bu şəkildə. Hiperboladır. Birinci və üçüncü rüblərdən keçdikdə k sıfırdan mütləq böyük olmalıdır. Deməli, birinci rübdə də k sıfırdan böyük oldu. Üçüncü rübdə də k sıfırdan böyük oldu. 2 və 4-də isə k sıfırdan kiçik olmalıdır. K sıfırdan kiçik olduqda ikinci və dördüncü rüblərdən keçir. Ona görə də bizə lazım olduğu üçün şərtimizdə k böyükdür 0 göstərir və doğru variantımız 1 və 3-dən keçməlidir. Doğru variant E variantı. 18-ci sual. 18-ci sualda isə uşaqlar deyir ki, k kiçikdir 0 olduqda y bərabərdir k bölü x funksiyasının qrafiki hansı rüblərdə yerləşir? K-nın 0-dan kiçik olması üçün ikinci və dördüncü rüblərdən keçməlidir. Doğru variant D variantı. 19-cu sual. X-in hansı qiymətlərində y bərabərdir -6 bölü x funksiyası üçün y böyükdür 0 şərti ödənər. Yazaq. Y bərabərdir -6 bölü x və şərtimiz də y böyükdür 0 olmalıdır. Uşaqlar, y-in 0-dan böyük olması ilə bizim verilən düsturumuzun tənliyimizdə 0-dan böyük olması deməkdir. -6 bölü x 0-dan o zaman böyük olar ki, biz mənfini mənfiyə böləndə 0-dan böyük qiymət alarıq da. Çünki mənfini mənfiyə böləndə müsbət edir. Ona görə də məxrəcdəki bu x da 0-dan kiçik qiymətlər almalıdır. Yəni, x kiçikdir 0 şərtini ödəməlidir. Doğru variantımız mənfi sonsuzluqdan 0-a doğru. B variantı. 20-ci sual. Argumentin hansı qiymətində y bərabərdir 2x çıxaq 4 bölü 3 funksiyasının qiyməti -2-yə bərabər olar? Argument dedikdə x nəzərdə tutulur. Yəni, x-i bizdən soruşur. Və y bərabərdir 2x çıxaq 4 bölü 3 funksiyasını verib, funksiyanın qiyməti -2-yə bərabər olmalıdır. Funksiyanın qiyməti dedikdə isə uşaqlar y-i nəzərdə tutur. Y -2 olduqda x-i tapaq. Yazaq, 2x çıxaq 4 bölü 3 bərabərdir -2-yə. Çarpaz şəkildə vursaq, məxrəcə xəyalən 1 yazırıq. Çarpaz şəkildə vursaq, 2x çıxaq 4 bərabərdir 3-ü -2-yə vuranda -6. 2x bərabərdir -6, -4 keçir sağ tərəfə müsbət olur. 2x bərabərdir -6-ın üzərinə 4 gələndə -2, x də bərabərdir -2 bölü 2. Bu da -1-ə bərabər olacaq. Deməli, bizim doğru variantımız B variantı. 21-ci sual. Y bərabərdir 3-də 1 x çıxaq 20 funksiyasının sıfırlarını tapın. Uşaqlar, funksiyanın sıfırlarını tapmaq x-də təyin olunan nöqtəni tapmaq deməkdir. Yəni, biz x-i tapmalıyıq. Y-ə 0 verməliyik və x-i təyin etməliyik. 3-də 1 x çıxaq 20 bərabərdir 0-a. 3-də 1 x bərabərdir müsbət 20-yə. X də bərabərdir 20 bölək 3-də 1. 20, bu da bərabərdir 20 vuraq. 3-də 1-in tərsini yazırıq vurmaya çevirmək üçün. 1-də 3. 20-ni 3-ə vuranda 60. Deməli, x-in 60 qiymətində A variantı. 22-ci sual. Y bərabərdir 6 funksiyasının sıfırlarını tapın. Uşaqlar, dediyim kimi x-da təyin olunmalıdır. Funksiyanın sıfırlarını tapmaq üçün x-da təyin olunmuş nöqtəni tapmaq lazımdır. Burada da sabit funksiyadır. Yəni, x-in qiyməti olmadığına görə. Baxın, bu şəkildədir. Sabit funksiya x-a paraleldir. X 0 nöqtəsi. Y-in 9 nöqtəsində təyin olunub. Yəni, y bərabərdir 9 sabit funksiyadır. X-i kəsmədiyi üçün, demək ki, burada x-in qiyməti yoxdur. Funksiyanın sıfırları doğru variant B variantı yoxdur. – 23-cü sual. Y bərabərdir k bölü x funksiyasının qrafiki D k kvadratı -3-də 1 nöqtəsindən keçirsə, k-nı tapın. Y bərabərdir k bölü x tərs mütənasib asılığın funksiyasıdır. Deməli, bu funksiyanın qrafiki D k kvadratı 3-də 1 nöqtələrindən keçib. Ona görə də yazmalıyıq ki, y-ə -3-də 1, x-in də yerinə k kvadratı. Burada k kvadratı ilə k ixtisar gedir. Sürətdə 1,
Məxrəcdə isə k qalacaq. Mənfi 3də 1 bərabərdir 1 böl k. Çarpaz şəkildə vurub açsaq, 1-i k-ya vuranda k, mənfi 3-ü 1-ə vuranda mənfi 3. Deməli, k-nın mənfi 3 qiymətində. Doğru variant D variantı. 24-cü sual. Y bərabərdir k böl x funksiyasının qrafiki b mənfi k kvadratı 5də 1 nöqtəsindən keçirsə k-nı tapın. Y bərabərdir k böl x funksiyasının qrafiki b mənfi k kvadratı 5də 1 funksiyası nöqtəsindən keçməlidir. Yazaq yerinə. 5də 1 bərabərdir k bölək mənfi k-nın kvadratı. K kvadratı ilə k ixtisar gedəcək. Sürətdə 1, məxrəcdə mənfi k qalacaq. Deməli, 5də 1 bərabərdir mənfi 1 böl k-ya. Çarpaz şəkildə vursaq, k-nı 1-ə vuranda k, mənfi 1-i də 5-ə vuranda mənfi 5. Deməli, A variantı. 25-ci sual. K-nın hansı qiymətində y bərabərdir k çıxaq 2 böl x funksiyasının qrafiki a mənfi 3 mənfi 7 nöqtəsindən keçər. Y bərabərdir k çıxaq 2 böl x funksiyasının qrafiki a mənfi 3 mənfi 7 nöqtələrindən keçməlidir. Gəlin k-nı tapaq buradan. X-in yerinə mənfi 3 yazaq, y-in yerinə mənfi 7. Mənfi 7 bərabərdir k çıxaq 2 bölək mənfi 3. Məxrəcə 1 yazsaq, çarpaz şəkildə vurub açmalıyıq. 1-i k çıxaq 2-yə vuranda k çıxaq 2 bərabərdir. Mənfi 7-ni mənfi 3-ə vuranda müsbət 21 edir. K bərabərdir 21, mənfi 2 sağ tərəfə keçdikdə müsbət 2. K bərabərdir 21-in üstünə 2 gələndə 23. Deməli, doğru variant D variantı. 26-cı sual. Bucaq əmsalı mənfi 0,4 olan xətti funksiyanın qrafiki a mənfi 2,5, 2,6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. Uşaqlar, bucaq əmsalı k-nın qiyməti deməkdir. Yəni, k-mız mənfi 0,4-ə bərabərdir. A mənfi 2,5, 2,6 nöqtələrini də verib və gəlin biz bu tənliyimizi təyin edək. Y bərabərdir kx üstə gələk b bizim düsturumuzdur. Bu düsturda k-nın da x-in y-in də yerinə qiymətlərini yazıb b-ni tapaq. Yazırıq. Mənfi 2,5 vuraq mənfi 0,4. Üstə gələk b bərabərdir y-ə, yəni 2,6-ya. 2,5-i 0,4-ə vuranda 1 edir. Mənfini mənfiyə vuranda müsbət etdiyi üçün müsbət 1. Üstə gələk b bərabərdir 2,6. B bərabərdir 2,6. Bir də keçəcək sağ tərəfə mənfi 1 olacaq. B bərabərdir 2,6-dan 1-in çıxanda 1,6. İndi biz tənliyimizi düzəldək. Y bərabərdir k-nın yerinə mənfi 0,4 yazmalıyıq. X olduğu kimi qalır. B-nin isə yerinə üstə gələk 1,6 yazırıq. Deməli, düsturu bu şəkildə düzəltdik. Doğru variantımız hansı oldu? D variantı. 28-ci sual. Y bərabərdir k, x. Üstə gələk b funksiyasının qrafikinə görə k və b-nin işarəsini təyin edin. Qrafikimizi çəkək uşaqlar. Y, x oxu, 0 başlanğıc. Fikir verirsinizsə, grafikimiz 1-ci rübdən başlayıb 3-cü rübdə davam edir. Deməli, 1 və 3-dən keçirsə, k-mız 0-dan böyük olmalıdır. B-nin qiyməti isə y-i kəsdiyi nöqtə olduğu üçün, deməli, B-nin də qiyməti y-i müsbət oxunda olduğu üçün B 0-dan böyükdür. Deməli, K da 0-dan böyük olmalıdır, B də. Doğru variant A variantı. 29-cu sual. Y bərabərdir kx üstə gələk b funksiyasının qrafikinə görə k və b-nin işarəsini təyin edin. Uşaqlar, qrafikə görə fikir versəz görürük ki, 2-ci və 4-cü rübdən keçib. 2 və 4-dən keçidikdə k-sı 0-dan kiçik olmalıdır. B isə y-i kəsdiyi nöqtədir. Y-i mənfi istiqamətdə kəsdiyi üçün b-miz də 0-dan kiçikdir. K və b 0-dan kiçik olan variant C variantı. 30-cu sual. Qrafikə görə xətti asılılığı müəyyən edin.
Uşaqlar, fikir veririksə, qrafikimizdə düz xəttimiz x oxunun müsbət istiqaməti ilə 60 dərəcəli bucaq əmələ gətirib. Biz də bilirik ki, xətti funksiyanın düsturu y bərabərdir kx üstə gələk b ilə təyin olunur. Buradan k-nı tapmaq üçün k bucaq əmsalı olduğu üçün k tangens alfaya bərabərdir. Bax, bundan istifadə edəcəyik. Və alfamız da 60 dərəcədir. Alfa 60 dərəcəyə bərabərdir. Gətirək yazaq yerinə. K bərabərdir tangens 60 dərəcə. Tangens 60 dərəcədə kök altında 3'dür. Kök altında 3'ə bərabərdir. Onun üçün də bizim tənliyimiz y bərabərdir. K-nın yerinə kök altında 3 yazırıq. Kök altında 3x. Və b-miz də təbii ki, koordinat başlanğıcından keçdiyi üçün 0-a bərabər olur. Ona görə də bizim tənliyimiz y bərabərdir. Kök altında 3x-a bərabər olacaq. B variantı. 31-ci sual. Qrafikə görə xətti asılığı müəyyən edin. Uşaqlar, yenə baxırıq ki, x oxu ilə 120 dərəcəli bucaq əmələ gətirib. Onda y bərabərdir kx üstə gələk b şəklində yazırıq. K-mız bərabərdir tangens alfaya. Alfa da 120 dərəcəyə bərabər olduğu üçün k bərabərdir tangens 120 dərəcə. Tangens 120 dərəcənin də qiymətini hesablamaq üçün çevirmə düsturlarından istifadə etməliyik. Yəni tangens 180 dərəcə çıxaq 60 dərəcə. Uşaqlar, tangens 120 dərəcədə ikinci rübdə yerləşdiyi üçün mənfi qiymət alacaq. Yəni əks qiymət alacaq. Mənfi tangens 60 dərəcə. Tangens 60 dərəcəni də bildik ki, kök altında 3'ə bərabərdir. Mənfi kök altında 3. Onda y bərabərdir. Mənfi kök altında 3x. Tənliyimizin düsturunu yazmış olduq. A bəndi. 32-ci sualda isə uşaqlar deyir, y bərabərdir kx üstə gələk b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən eləyin. Deməli, k-nın işarəsini necə müəyyən edəcəyik? Düz xəttimiz, yəni qrafikimiz 1-ci, 3-cü rübdən keçib. 1-ci, 3-cü rübdən keçdiyinə görə k-mız 0-dan böyük olmalıdır. B-nin qiymətini isə y-i kəsdiyi nöqtə. Yəni, y-i də başlanğıc nöqtəsindən aşağıda kəsdiyi üçün demək ki, mənfi qiymət alıb. B-miz də 0-dan kiçikdir. Deməli, k 0-dan böyük, b 0-dan kiçik olan variantımız hansıdır? E variantı. 33-cü sual. Y bərabərdir kx üstə gələk b funksiyasının qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. K-nın işarəsini müəyyən etmək üçün qrafikimizə baxırıq. İkinci və dördüncü rüblərdən keçib. Yəni, başlanğıc ikinci, sonu isə dördüncü rübdə bitib. Ona görə də k-mız 0-dan kiçik olmalıdır. B-nin isə qiymətini y-i kəsdiyi nöqtə ilə təyin edirik. Y-i müsbət istiqamətdə, müsbət nöqtədə kəsdiyi üçün b-miz də 0-dan böyükdür. K 0-dan kiçik, b-nin də 0-dan böyük olduğu variant C variantı. 34-cü sual. Y bərabərdir kx üstə gəl b funksiyasının qrafikinə əsasən k üstə gələk b cəmini tapın. Uşaqlar, baxın ki, y bərabərdir kx üstə gələk b funksiyasının qrafikində y-i kəsdiyi nöqtə 5 nöqtəsidir. Yəni, burada x-ımız 0-a bərabər olur. 34-cü sual yazaq. X-ımız 0-a bərabər olur, ancaq y-i 5 nöqtəsində kəsib. Digər kəsdiyi nöqtə isə x düz xətti üzərindədir. Yəni, x-ı mənfi 5 olduqda artıq y-in qiyməti 0-dır burada. Y isə 0-a bərabərdir. Koordinat cütü şəklində də yaza bilərik. 0, 5, digərinə də mənfi 5, 0 nöqtələri. İndi funksiyamızda y bərabərdir kx üstə gəl b funksiyasında yerinə qoyaq və k-nın b-nin qiymətini müəyyənləşdirək. Y-ə 5. 5 bərabərdir k vur 0. Üstə gələk b. K-nı 0-a vuranda 0 edir. 0 üstə gəl b bərabərdir 5-ə. B də bərabərdir 5. Deməli, b-nin qiymətini tapdıq. Digər tənliyi də həll edək. Yenə y bərabərdir kx üstə gəl b tənliyi ilə həll etməliyik. K vuraq mənfi 5. Üstə gələk b bərabərdir 0. B-ni də biz buradan tapdıq ki 5-ə bərabərdir. Yerinə qoyduqda mənfi 5k üstə gələk 5 bərabərdir 0-a. Mənfi 5k bərabərdir. Müsbət 5 sağ tərəfə keçdikdə olacaq mənfi 5. K bərabərdir. Mənfi 5-i mənfi 5-ə böləndə müsbət 1. Deməli, biz k-nı tapdıq 1, b-ni də 5. K üstə gəl b-ni soruşduğu üçün 1-in üstünə gəlirik 5, edəcək 6. Deməli, bizim doğru variantımız B variantı oldu. 35-ci sual.
Y bərabərdir 5-də 3x üstə gələk 4. Düz xətti üzərində absisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Uşaqlar, absis bilməliyik ki, x-dır. Ordinat isə y oxudu. Deməli, deyir, absisi ordinatına bərabər. X y-ə bərabər olmalıdır. Biz indi bu düz xəttin tənliyində harada y görürüksə yerinə x yaza bilərik. Və yaxud da x gördüyümüz yerdə y yaza bilərik. Yazıram ki, x bərabərdir 5-də 3x üstə gələk 4. X 5-də 3x-da sol tərəfə keçdikdə mənfi olacaq. X çıxaq 5-də 3x bərabərdir 4-ə. X-in əmsalında heç nə olmadığı üçün 1 deməkdir. 1-dən 5-də 3-ün çıxanda 5-də 2x olacaq. Bərabərdir 4-ə. X bərabərdir 4 bölək 5-də 2. Uşaqlar, bölmədə də bilirik ki, ikincini tərsinə çevirib vurmaya çevirməliyik. 4 vuraq 2-də 5. 2 ilə 4 ixtisar gedir. Sürətdə qalacaq 2. 2-ni də 5-ə vuranda 10. Demək, x 10 etdi. Biz də dedik ki, bildik ki, x-ımız y-ə bərabərdir. Demək, y də 10-dur. 10-un da üzərinə 10 gələndə edəcək 20. Doğru variant A variantı. 36-cı sual. Y bərabərdir 4-də 3x üstə gələk 2 düz xətti üzərində. Absisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Yenə eyni şəkildə deyir, absis ordinata bərabər olsun. Yəni x y-ə bərabər olsun. Yazıram ki, x bərabərdir 4-də 3x üstə gələk 2. X çıxaq 4-də 3x bərabərdir 2-yə. 1-dən 4-də 3-ün çıxanda 4-də 1x qalacaq. Bərabər olacaq 2-yə. X bərabərdir 2 bölək 4-də 1. O da bərabərdir 2 vuraq 1-də 4. 2-ni də 4-ə vuranda 8. X-in qiymətini tapdıq 8. X-la y bərabər olduğu üçün y də 8 olacaq. Koordinatları cəmi dediyi üçün x-la y-in cəmini toplayırıq. 8 üstə gələk 8. Cavab 16. C variantı. 37-ci sual. Qrafik hansı funksiyaya uyğundur? Uşaqlar, biraz əvvəl qeyd etmişdik ki, tərs mütənasib asıllığın qrafiki hiperboladır. Fikir veririksə, burada da hiperbola çəkiblər bizə və birinci, üçüncü rübdən keçib. Birinci, üçüncü rübdən keçdikdə demişdik ki, k-mız sıfırdan böyük olmalıdır. Və düz xəttimizin tənliyi isə y bərabərdir k böl x şəklində. Deməli, k-mız sıfırdan böyükdür. Üstəlik də baxmalıyıq, məxrəcdə olmalıdır x-ımız. X məxrəcdə olan variantımız da təbii ki, E variantındadır. 38-ci sual. Y bərabərdir k böl x və y bərabərdir b böl x funksiyalarının qrafikləri verilmişdir. K və b-nin işarəsini müəyyən edin. K-nın işarəsini müəyyən etmək üçün yenə də baxırıq ki, hiperboladır. Qrafikimiz hiperboladır. Və birinci, üçüncü rüblərdən keçdikdə k qiymətini verib. Demək, birinci, üçüncü rübdən keçəndə k-mız sıfırdan böyük olmalıdır. 2, 4-dən keçdikdə isə sıfırdan kiçik olmalıdır. Və ikinci, dördüncü rüblərdə də b verib sürətdə. Deməli, b-miz də sıfırdan kiçik olmalıdır. Demək, doğru variantımız hansı oldu? K sıfırdan böyük, b də sıfırdan kiçik. A variantı. 39-cu sual. Y bərabərdir k böl x və y bərabərdir b böl x funksiyaları qrafikinə əsasən k və b-nin işarəsini müəyyən edin. Baxırıq ki, hər iki funksiya hiperboladır, yəni tərs mütənasib asıllığın düsturudur. Bunu verib bizə. Demək, k və b-nin işarəsini müəyyən etmək üçün rüblərə baxmalıyıq. İkinci və dördüncü rübdən keçdiyinə görə məlum məsələdir ki, k sıfırdan kiçik olmalıdır. Eyni zamanda b də sıfırdan kiçik olmalıdır. Demək, k-mız sıfırdan kiçik, b-miz də sıfırdan kiçik olan variant D variantı. 40-cı sual. Y bərabərdir mötərizə içərisində A üstə gələk B. Vuraq x üstə gələk A çıxaq 1 funksiyasının qrafikinin absis oxunu -2, 0 nöqtəsində kəsdiyini bilərək A parametrinin qiymətini tapın. Uşaqlar, gəlin bunu yazaq. Y bərabərdir A üstə gələk 1. Vur x üstə gələk A çıxaq 1. Funksiyasının qrafikinin absis oxunu -2, 0 nöqtəsində kəsdiyini. Biz bilməliyik ki, funksiya absisi kəsirsə, demək ordinatı sıfırdır. Bizə də həmin nöqtələri verib, -2, 0 nöqtəsini verib. Buradan yerinə qoyuruq x və y-in qiymətlərini yazırıq yerinə, a-nın qiymətini tapırıq. Yazaq, a üstə gələk 1, vuraq -2.
Üstə gələk A çıxaq 1 bərabərdir 0-a. Mənfi 2-ni mötərizə içərisinə vurub açaq. Mənfi 2-ni A-ya vuranda mənfi 2A. Mənfi 2-ni 1-ə vuranda mənfi 2. Üstə gələk A çıxaq 1 bərabərdir 0-a. Mənfi 2A-nın üzərinə A gəldikdə mənfi A. Mənfi 2 çıxaq 1 mənfi 3 bərabərdir 0-a. Mənfi A bərabərdir. Mənfi 3 sağ tərəfə keçdikdə müsbət 3 olacaq. A bərabərdir. Hər tərəfi mənfiyə vuranda A bərabərdir mənfi 3-ə. Deməli, bizim doğru variantımız B oldu. 41-ci sual. Y bərabərdir A üstə gələk 2 vıraq x. Üstə gələk A üstə gələk 4 funksiyasının qrafikinin absis oxunu 3,0 nöqtəsinə kəsdiyini bilərək A parametrinin qiymətini tapın. Yazaq. Y bərabərdir A üstə gələk 2x. Üstə gəl A üstə gəl 4. Funksiyasının qrafikinin absis oxunu 3,0 nöqtəsində kəsməlidir. Deməli, absis qiymət alır, 3 qiymətini alır. Y-imiz də təbii ki, kəsdiyi üçün 0 olacaq. Yazaq yerinə A üstə gələk 2, vıraq 3. Üstə gələk A, üstə gələk 4, bərabərdir 0-a. 3-ü A-ya vuranda 3A. 3-ü 2-yə vuranda 6. Üstə gəl A, üstə gəl 4, bərabərdir 0-a. 3A ilə A-nı topladıqda 4-a. 6 ilə 4-ü toplayanda 10. Bərabərdir 0-a. 4A bərabərdir. Müsbət 10 keçir sağ tərəfi. Mənfi 10. A bərabərdir. Mənfi 10-u da 4-ə bölməliyik. A da bərabərdir. 10-u 4-ə böləndə 2,5. Təbii ki, mənfi işarəsi ilə. Doğru cavab E variantı. 42-ci sual. Y bərabərdir. KX üstə gələk B düz xətti. A 0, 2. B 7, mənfi 1 nöqtələrindən keçirsə, K və B-nin işarəsini təyin edin. Uşaqlar, deməli bizə 2 dənə nöqtə verib. A 0, 2 nöqtələri və B 7, mənfi 1 nöqtələri verib. Biz bunları gətirib yazmalıyıq tənliyimizdə yerinə. İlk öncə A nöqtəsinin koordinatının nöqtələrini yazaq. X-ımıza 0 verək. 0 vuraq K üstə gələk B bərabərdir 2-yə. 0 K-ya vuranda təbii ki 0 edir. 0 üstə gəl B bərabərdir 2-yə. B də bərabərdir 2. Deməli, B-nin qiymətini tapdıq. B-miz müsbətdir. B 7 mənfi 1 koordinat cütündə isə yazdıqda K-nı tapmış olacaq. Yazaq. Demək, K vur 7, üstə gəl B bərabərdir mənfi 1-ə. 7K üstə gələk. B-nin yerinə 2 yazırıq. Bərabərdir mənfi 1. 7K bərabərdir mənfi 1. Müsbət 2 sağ tərəfə keçdikdə mənfi 2. 7K bərabərdir mənfi 3-ə. K bərabərdir mənfi 3 böl 7-yə. Deməli, K-mızın qiyməti mənfi 7-də 3 olduğu üçün K 0-dan kiçik olur. B isə 2-dir, yəni 0-dan böyükdür. K 0-dan kiçik, B 0-dan böyük olanda A variantı. 43-cü sual. Y bərabərdir KX üstə gəl B xətti funksiyasının qrafikinə əsasən K çıxaq 2B-nin ifadəsinin qiymətini tapın. Demək, bizdən soruşur K çıxaq 2B. Və funksiyanın tənliyini də yazaq. KX üstə gəl B. İndi biz qrafikdə fikir verməliyik ki, Y oxun hansı nöqtələrdə kəsib? Y oxun 0,3 nöqtəsində kəsib. Nəyə görə 0,3? Çünki burada demişdik ki, Y oxun kəsdiyi nöqtədə X-ımız 0-a bərabərdir, Y-imiz 3-dür. Digərində X oxun kəsdikdə isə X oxunda 1 nöqtəsində kəsib, həmin nöqtədə isə Y-imiz 0-dır. Yazaq koordinatlarımızı 0, 3 və 1, 0. İndi tənliyimizdə yerinə yazdıqda K-nı və B-ni tapa bilərik. K vuraq 0, üstə gəl B bərabərdir 3-ə. K-nı 0-a vurduqda 0, 0-ın üstünə B gəlirik 3, B də bərabərdir 3-ə. B-nin qiymətini tapdıq. Digərində K-nın qiymətini tapaq. K vuraq 1, üstə gəl B bərabərdir 0-a. K-nı 1-ə vurduqda K. Üstə gələk B-nin yerinə 3 yazaq. Bərabərdir 0, K bərabərdir müsbət 3 sağ tərəfə keçir, mənfi 3. Demək, K-nın da qiymətini tapdıq. Bizdən də soruşurdu ki, K çıxaq 2B-ni tapın. K-nın yerinə mənfi 3, çıxaq 2 vuraq 3, bərabərdir mənfi 3, çıxaq 2-ni 3-ə vuranda 6, mənfi 3-dən də 6 çıxanda mənfi 9. Deməli, bizim doğru variantımız E variantı.
44-cü sual. Y bərabərdir kx üstəgəl b xətti funksiyasının qrafikinə əsasən k çıxaq b-ni təyin edin, yəni fərqini tapın. Biz baxmalıyıq ki, y-i hansı nöqtədə kəsib? -3 nöqtəsində. Y-i kəsdiyi nöqtədə x 0-dır. Y isə -3-ə bərabərdir. X-i kəsdiyi nöqtədə isə 1, y isə 0-a bərabər olacaq. Koordinat cütlərimizi yazaq. 0, -3, digərində də 1, 0 nöqtəsi. Yerinə yazıb tənliyimizdən k-nı və b-nin qiymətini tapaq. K vıraq 0, üstə gələk b bərabərdir -3-ə. 0 üstə gəl b bərabərdir -3-ə, b bərabərdir -3. B-ni təyin elədik. Keçək digərindən k-nı tapaq. K vıraq 1, üstə gəl b bərabərdir 0-a, k-nı 1-ə vuranda k. Üstə gələk -3 bərabərdir 0. K bərabərdir -3 sağ tərəfə keçdikdə müsbət 3 olacaq. Deməli, k-nın da qiymətini tapdıq, müsbət 3. Bizdən də k çıxaq b-ni soruşduğu üçün k-mız 3-ə bərabərdir. 3 çıxaq -3. Mənfini mənfiyə vurduqda müsbət edir. Deməli, 3-ün üstünə 3 gəlirik, edəcək 6. Doğru variant, D variantı. Beşinci sual. Fx bərabərdir k böl x funksiyasının qrafikinin A2-16 nöqtəsindən keçdiyini bilərək f-2-ni tapın. Uşaqlar, bizə verib ki, fx bərabərdir k böl x. Biz bilirik ki, bu tərs mütənasib asılılığın qrafikidir. Üstəlik də bilməliyik ki, fx bərabərdir y-dir. Yəni, funksiyanın qiyməti deməkdir fx. Koordinat cütümüzü verib ki, 2-16. Biz x-in yerinə 2, y-in də yerinə -16 yazıb k-nı tapa bilərik. -16 bərabərdir k bölək 2. K-nı tapmaq üçün məxrəcə 1 yazsaq, çarpaz şəkildə vursaq, k-nı 1-ə vuranda k, -16-nı 2-yə vuranda -32. Demək, k-nın qiymətini tapdıq və funksiyanın tənliyini yenidən yazaq. Fx bərabərdir -32 bölək x. Bizdən də soruşur ki, f-2-ni tap. F-2 o deməkdir ki, baxın, mötərizənin içərisində x-in qiymətidir. Yəni, x-i harada görsək, yerinə -2 yazacağıq. -32 bölək, x-in yerinə -2 yazanda, -32-ni -2-yə böldükdə müsbət 16. Deməli, f-i tapdıq ki, 16-ya bərabərdir. Doğru cavab A variantı. 46-cı sual. Fx bərabərdir k böl x funksiyasının qrafikinin A3-24 nöqtəsindən keçdiyini bilərək f-3-ü tapın. Deməli, burada da f-3-ü soruşur bizdən. İndi biz yazmalıyıq, k-nı tapmalıyıq. X-in yerinə 3 yazaq, y-in yerinə -24. -24 bərabərdir k böl 3. -24-ün məxrəcinə 1 yazsaq, çarpaz şəkildə vursaq, k-nı 1-ə vuranda k. -24-ü 3-ə vuranda -72. K-nı tapdıq. Funksiyanı yenidən yazaq. Fx bərabərdir -72 bölək x. F-3-ü soruşduğu üçün x-i harada görürüksə yerinə yazırıq -3. -72 bölək -3. 72-ni də 3-ə böləndə 24. Təbii ki, mənfini də mənfiyə bölündə müsbət etdiyi üçün cavabımız müsbət 24-ə bərabər oldu. Doğru variant E variantı. 47-ci sual. Y bərabərdir kx funksiyalarının qrafikləri verilmişdir. K1, K2 və K3 əmsallarını müəyyən edin. Uşaqlar, biz indi burada nəyi nəzərdə yetirməliyik? Demişdik ki, ikinci, dördüncü rüblərdən keçdikdə funksiyada k sıfırdan kiçik olmalıdır. K sıfırdan kiçik olmalıdır. Demək, burada k sıfırdan kiçikdir. Birinci, üçüncü rübdən keçdikdə isə k-mız sıfırdan böyük olmalıdır. Təbii ki, hər ikisi də sıfırdan böyükdür. Ancaq hansının daha böyük olmasını necə təyin edirik? Fikir veririk ki, k-nın qiyməti artdıqca x-dan uzaqlaşacaq bizim funksiyamızın qrafiki. Yəni, burada k-nın qiyməti daha böyükdür. Ancaq burada isə k-nın qiyməti daha kiçik olacaq. Tutaq ki, bura olsun y bərabərdir 2-də 1x. Onda bura y bərabərdir 2x olmalıdır. Yəni, k-nın qiyməti kiçildikcə bizim qrafikimiz x-a yaxınlaşır.
K-nın qiyməti böyüdükcə isə x-dan uzaqlaşır, y-ə yaxınlaşır. Onda doğru variantımız hansı olacaq? Ən böyüyü K2-dir, daha sonra K1 və sonra K3. Doğru variant D variantı. 49-cu sual. F(x) sabit funksiyası üçün f1 vıraq f3 vıraq f9 bərabərdir -27 olarsa, f64-ü tapın. Deməli, uşaqlar, sabit funksiya deməsindən görünür ki, biz bilirdik ki, sabit funksiyada y-in qiyməti dəyişməməlidir. Yəni, bir qiymət almalıdır. Onun üçün də f1, f3, f9 hər biri eyni qiymət almalıdır. Və hasili də -27 olduğu üçün düşünməliyik ki, nəyin kubu 27 eləyər? Nəyi 3 dəfə bir-birinə vuranda 27 eləyər? Təbii ki, 3-ü. Və qarşıda mənfi olduğu üçün, demək -3-ün kubu olub. -3. -3-ü 3 dəfə bir-birinə vuranda -27 edəcək. Demək, bizdən soruşur ki, f64-ü tapın. Yenə deyirəm, sabit funksiya olduğu üçün y-in qiyməti dəyişməyəcək. Funksiyanın qiyməti sabit olaraq qalacaq. Yəni, -3 cavabı idisə bütün variantlarda, yenə də -3 qalacaq. Doğru cavab B variantı. 50-ci sual. X fərqlidir 5 və f(x) bərabərdir kx üstə gələk 5 bölək 5x çıxaq 25 sabit funksiya olarsa, k üstə gələk f2 cəmini hesablayın. Uşaqlar, sabit funksiya dediyi üçün biz bilməliyik ki, sabit funksiya y bərabərdir c şəklində olur. Yəni, y-in qiyməti dəyişmir, eyni qiymətdə qalmalıdır və x fərqlidir 5 qiymətini bizə verib və funksiyamız f(x) bərabərdir kx üstə gələk 5 bölək 5x çıxaq 25. Biz buradan sabit bir qiymət almaq üçün ilk öncə aşağı məxrəci ortaq vuruq çıxartmalıyıq. 5 ortaq vuruq çıxsa, qalacaq x çıxaq 5. Demək, biz yuxarıdan da x çıxaq 5 yazmalıyıq ki, ortaq vuruq çıxardıb, içəridə x çıxaq 5 qalmalıdır ki, ixtisar geçsin və sabit ədəd alınsın. Onun üçün də k-nın biz neçə yaza bilərik? K-ya nə verə bilərik? -1 verə bilərik. K-ya -1 verdikdə, -x üstə gələk 5 olacaq. Demək, mənfini mötərizə xaricinə çıxarsaq, x çıxaq 5 kimi qalacaq içəridə və məxrəcimiz 5 vıraq x çıxaq 5 olacaq. İxtisar getdikdə isə yuxarıda qalır -1, məxrəcdə isə 5. Deməli, bizim qiymətimiz -5-də 1 edəcək. -5-də 1 də -0,2-yə bərabərdir. Demək, biz nəyi tapmış olduq? f(x)-ın sabit funksiyanın qiymətini tapmış olduq ki, -0,2-dir. Bizdən də soruşur ki, k üstə gələk f2-ni tapın. F2-ni tapın dedikdə, yenə də sabit funksiya olduğu üçün qiymət dəyişmir. Biz f(x)-ı -0,2 tapdığımız üçün gətirib yenə də yerinə -0,2-ni yazacağıq. K-nın da yerinə -1. -1 üstə gələk -0,2. Bunlar da toplanacaq, edir -1,2. Doğru variant C variantı. 51-ci sual. Y bərabərdir -x bölək 3 üstə gələk 2 funksiyasının qrafiki absis oxunu A0 nöqtəsində, ordinat oxunu isə B0 nöqtəsində kəsir. A üstə gələk B cəmini bizdən soruşur. Uşaqlar, biz A-nı tapmaq üçün x-in yerinə A yazırıq, y-in yerinə 0 yazırıq. Yazıram ki, -A bölək 3 üstə gələk 2 bərabərdir 0. -A bölü 3 bərabərdir -2-yə, -A bərabərdir. Çarpaz vursaq, -2-ni 3-ə vuranda -6. Hər tərəfi mənfiyə vurduqda A bərabərdir 6-ya. A-nı tapdıq. Keçək B-ni hesablayaq. B-ni hesablamaq üçün x-in yerinə 0, y-in yerinə B yazacağıq. -0 bölü 3 üstə gələk 2 bərabərdir y-in yerinə B. 0-ı nəyə bölsə, yerə 0 eləyəcək. 0 üstə gələk 2 bərabərdir B-yə, B də bərabərdir 2-yə. Demək, A üstə gələk B-ni soruşduğu üçün 6-nın da üstünə 2 gəlirik, edəcək 8. Demək, bizim doğru variantımız, doğru cavabımız 8. Görək variantlandır, xeyr. Doğru cavab oldu 8. 52-ci sual. Y bərabərdir x bölək 3 üstə gələk 2 funksiyasının qrafiki absis oxunu M0 nöqtəsində, ordinat oxunu 0N nöqtəsində kəsir. N çıxaq M-i tapın deyir. X-in yerinə M yazırıq və hesablayırıq. M bölək 3 üstə gələk 2 bərabərdir 0-a. M bölü 3 bərabərdir -2-yə, M bərabərdir çarpaz vurduqda -2-ni 3-ə vuranda -6. M-i tapdıq. Gəlin indi N-i tapaq.
Y-in yerinə n yazırıq, x-in yerinə 0. 0 bölü 3 üstə gələ 2 bərabərdir n-ə. 0-ı 3-ə böldükdə 0, deməli 0 üstə gələ 2 bərabərdir n-ə, n də bərabərdir 2-yə. Bizdən də n çıxaq m-i soruşduğu üçün 2 çıxaq -6. Mənfini mənfiyə vuranda müsbət edir. 2 üstə gələk 6, edəcək 8. Deməli, bizim doğru cavabımız 8 oldu. 8. 53-cü sual. Y bərabərdir kx üstə gələk b xətti funksiyasının qrafikinə əsasən b çıxaq 3k ifadəsinin qiymətini tapın. Uşaqlar, gəlin biz qrafiki çəkək. İndi biz şəkildə baxmalıyıq ki, y-i hansı nöqtədə kəsib? Y-i kəsdiyi nöqtə -5-ə bərabərdir. Deməli, bu nöqtədə bizim x-ımız 0-a bərabər olacaq. X-in 0, y-in -5 qiyməti. Digərində x-i hansı nöqtədə kəsib? X isə -1-də. Deməli, x-in -1, y-in 0 olduğu nöqtələri qeyd edirik. Koordinat cütündən istifadə edərək x-i, y-i yerinə yazıb k və b-nin qiymətini hesablayaq. Demək, k vuraq 0, üstə gələk b bərabərdir -5-ə. K-nı 0-a vuranda 0, üstə gəl b bərabərdir -5-ə, b bərabərdir -5-ə. B-ni tapdıq. İndi k-nı tapaq. K vuraq -1, üstə gələk b bərabərdir 0-a. Təbii ki, bu şərtdən istifadə edirik. K-nı -1-ə vuranda -k. B-ni də tapdıq ki, -5-dir. Müsbəti mənfiyə vuranda -5 bərabərdir 0-a. -k bərabərdir. -5 keçir sağ tərəfə olur -5. K da bərabərdir. Hər tərəfi mənfiyə vursaq -5 edəcək. Deməli, k-nın da qiymətini tapdıq, b-ni də. Bizdən də soruşur ki, b çıxaq 3k-nı hesablayın. B-miz -5-dir. Çıxaq 3 vuraq -5-ə. -3 -5-ə vuranda müsbət 15 edir. Deməli, -5 üstə gələk 15. 15-dən də 5-in çıxanda çıxırıq və böyüyün işarəsi olmalıdır mütləq. 15-dən 5-in çıxanda 10, bu da edir müsbət 10. Deməli, bizim cavabımız 10. Əlli dördüncü sual. A və B kranlarından axan su miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilmişdir. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün A kranı və boşaltmaq üçün B kranı eyni anda açılarsa və 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olar? Fikir versək, görərik ki, suyun miqdarının vaxtdan asılılığı verib. A kranı ilk öncə baxaq. Demək deyir, A kranı doldurur. B kranı isə boşaldır. A kranı görək nə qədər doldurar 1 saat ərzində. Demək, 2 saat ərzində 18 litr doldurur və sonda 1 saat ərzində neçə litr doldurar? X. X-i tapmaq üçün çarpaz vururuq və həll edirik. Yəni, 1-i 18-ə vururuq, 18 bölürük 2. Edəcək 9 litr. Deməli, 1 saatda 9 litr oldu. A kranı doldurur. İndi B kranı görək, 1 saatda neçə litr boşaldır. B kranı 3 saata uşaqlar 15 litr doldurur. 15 litr doldurur. Və sonda 1 saatda neçə litr doldurar? X. X-i tapdıqda yenə çarpaz şəkildə vururuq. 15-i 1-ə vuranda 15 bölürük 3-ə. 15-i 3-ə böldükdə 5 litr. Deməli, bu da 1 saatda 5 litr boşaldır. İndi hər ikisi eyni anda açılarsa uşaqlar 1 saat ərzində təbii ki, biri doldurub biri boşaltdığına görə 9 litrdən 5 litrin çıxırıq, bizdə qalacaq 4 litr. Deməli, 1 saat ərzində hovuzda 4 litr su olmuş olacaq. Və bizdən soruşur ki, bunlar hovuzun neçə faizini doldurmuş olacaq? Bu kranlar hovuzun neçə faizini doldurmuş olacaq? Neçə saat açıq qalarsa? 9 saat açıq qalarsa. 1 saatda 4 litr doldurarlarsa, 9 saatda neçə litr dolar? X. X-i tapanda 9-u da vururuq 4-ə, edəcək 36 litr. Deməli, uşaqlar, 100 litrlik hovuzun 36 litri dolubsa, elə buradan baxarıq ki, əgər 100 litrimiz 100%-dirsə, onda bəs 36 litrimiz neçə faizdir? X. X-i tapdıqda 36-nı 100%-ə vururuq, bölürük 100 litrə. 100 ilə 100 ixtisar gedəcək, o da qalacaq
O da bərabərdir 36%. Deməli 36% dolmuş olacaq. Cavab 36%. 55-ci suala baxaq. İki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Uşaqlar, qrafikdə səhifələrin sayının vaxtdan asılılığı verilib. Və fikir versək görürük ki, şagirdin biri 20 dəqiqəyə 18 səhifə oxuyub. Digəri isə 30 dəqiqəyə 25 səhifə oxuyub. Deməli, biz tapmalıyıq ki, görək onlar bir dəqiqə ərzində neçə səhifə oxumuş olurlar. Birinci şagirdi, yəni fx-a uyğun olan şagirdi axtaraq. 20 dəqiqəyə 18 səhifə oxuyubsa, bəs bir dəqiqəyə neçə səhifə oxuyub? X. X-i tapdanda çarpaz şəkildə vurub açırıq, 18 böl 20 olur. Hər ikisi 2-yə ixtisar gedəndə məxrəcdə 10, sürətdə 9 olacaq. Deməli, 10-da 9 səhifə oxuyub bir dəqiqəyə birinci şagirdimiz. İkinci şagirdimiz isə 30 dəqiqəyə 15 səhifə oxuyubsa, 1 dəqiqəyə x səhifə. X-i tapdıqda 15-i 30-a bölürük. Hər ikisi ixtisar gedir 15-ə, məxrəcdə 2, sürətdə 1. Deməli, 2-də 1 səhifə oxumuş olur. İndi deyək ki, neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Biz zamanı tapmalıyıq neçə dəqiqə sonra. Bunlar 1 dəqiqəyə ikisi birlikdə birləşərsə, toplamalıyıq ki, görək ikisi birlikdə neçə səhifə oxuyar. 10 ilə 2 ortaq məxrəc 10. 10-u 10-a böləndə tamamlayıcı 1. 10-u 2-yə böləndə 5-ə bərabərdir. 9-u 1-ə vuranda 9, 5-i 1-ə vuranda 5. 9 ilə də 5-i toplayırıq. Məxrəcdə 10, sürətdə 14. Deməli, onlar ikisi bir yerdə 1 dəqiqəyə 10-da 14 səhifə oxumuş olurlar. Bizdən də soruşur ki, iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olması üçün neçə dəqiqə vaxt lazımdır? Biz bunu tapmaq üçün 1 dəqiqədə oxuduğu səhifələrin sayını vururuq t zamanına və bərabər edəcəyik 210-a, ümumi səhifələrin sayına. Buradan t-ni tapsaq, 210 bölək 10-da 14. Bölməni də tərsinə vurmaya çevirdikdə, ikinci kəsirimiz tərsinə çevriləcək. Olacaq 14-də 10. 14 ilə 210, 7-yə ixtisar gedər 2 sürətdə. Məxrəcdə isə qalar 30. Yenə 30 ilə 2-də ixtisar gedək 2-yə, məxrəcdə 1, sürətdə 15. 15 də 10-a vuranda 150. Deməli, bu uşaqlar ümumi 150 dəqiqəyə 210 səhifə oxumuş olarlar. Doğru variant 150. 56-cı sual. Y bərabərdir 4m çıxaq m kvadratı üstə gələk 12. Vuraq x üstə gələk 10m çıxaq m kvadratı çıxaq 16. Xətti funksiyasının grafikinə əsasən m parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Uşaqlar, biz bilirik ki, funksiyanın tənliyi y bərabərdir kx üstə gələk b-dir. Grafikimiz 1-ci, 3-cü rübdən keçdiyinə görə məlum məsələdir ki, k-mız 0-dan böyük olacaq. B-nin də qiymətini tapmaq üçün demişdik ki, y-i kəsdiyi nöqtə B-nin qiymətini təyin edir. Deməli, B-miz 0-dan böyük olacaq. Çünki y-i 0 başlanğıcından yuxarıda kəsir. Ona görə B də 0-dan böyük olacaq. İndi gətirək yazaq. Baxırsınızsa, burada K-nın yerinə 4m çıxaq m kvadratı üstə gələk 12 durur. Deməli, 4m çıxaq m kvadratı üstə gələk 12 böyük olmalıdır 0-dan. Bu birinci tənliyimiz. İkinci bərabərsizliyimizi yazdıqda B-ni yazmalıyıq. B-nin də yerinə yazırıq ki, 10m çıxaq m kvadratı çıxaq 16. Bu da böyük olmalıdır 0-dan. İndi hər iki bərabərsizliyimizi həll eləyək, m-in qiymətlərini tapaq. M kvadratın qarşıya keçirsək, mənfi m kvadratı, üstə gələk 4m, üstə gəl 12 böyükdür 0. Hər tərəfi mənfiyə vursam, m kvadratı çıxaq 4m çıxaq 12. Və işarə də əksinə dəyişəcək. Müqayisənin işarəsi kiçikdir 0 olacaq. Biz buradan tənliyin köklərini m1 üstə gəl m2 Viet teoremi ilə tapa bilərik. m1 vur m2. m1 ilə m2-nin cəmi müsbət 4-ə bərabərdir. m1 ilə m2-nin hasili isə mənfi 12-yə. Hansı ədədlərin hasili mənfi 12-yə, cəmi isə 4-ə bərabərdir. Təbii ki, m1-imiz mənfi 2 olduqda, m2-miz isə 6 olanda qiymətimiz ödənir. Gəlin bunun aralığını tapaq. Bizə lazımdır ki, 0-dan kiçik aralıq olsun. Yəni, mənfi aralığı tapmalıyıq uşaqlar.
-2 və 6 aralığında bir ədəd götürək uşaqlar. 0 götürə bilərik və burada bərabərsizlik yerinə qoyaq. 0-ın kvadratı, baxın, bu bərabərsizlikdə qoyuruq yerinə. 0-ın kvadratı 0. Çıxaq 4-ü 0-a vuranda 0. 0-dan 0 çıxdıq, 0 qaldı və 12 çıxanda mənfi qiymət aldı. Deməli, baxın, -2, 6 aralığında mənfi qiymət aldığı üçün digərlərdə müsbət aralıq olacaq. Demək, bizim həllimiz -2 ilə 6 aralığıdır intervalımız. Digərini həll eləyək. Hər tərəfi, demək, birinci ilk öncə m kvadratını keçirək qarşıya. -m kvadratı, üstə gələk 10m, çıxaq 16, böyükdür 0-a. Hər tərəfi mənfiyə vuraq. M kvadratı, çıx 10m, üstə gələk 16, kiçikdir 0. Buradan da kökləri tapmış olsaq, m1 ilə m2-nin cəmi 10-a bərabərdir. m1 və m2-nin hasili isə 16-ya bərabərdir. Hansı ədədlərin hasili 16, cəmi 10-dur. Təbii ki, m1-imiz 2 olar, m2-miz isə 8 olar ki, 8-i 2-yə vuraq 16 olsun, toplayanda isə 10 olsun. Bunun da intervalını quraq. 2 və 8 aralığı. 2 ilə 8 aralığında bizə lazımdır ki, kiçik, sıfırdan kiçik qiymətlər. 2 ilə 8 arasında bir qiymət verək, 3 verək. 3-ün kvadratı 9, 10-u 3-ə vuranda 30. 9-dan 30-un çıxdıqda -21. 21-in üstünə 16 gələndə, təbii ki, kiçik elədiyinə görə mənfi aralığımız bura 2 ilə 8 aralığı olacaq. Digərlərdə müsbət. Yoxlasanız da görə bilərsiniz ki, müsbət aralıq edir. İndi bizim intervalımız 2 ilə 8 arasında olan qiymətlərdir. Uşaqlar, təbii ki, biz bunların hər birini ayrı-ayrı da götürmürük və hər iki bərabərsizliyin də kəsişməsini tapmalıyıq. -2-dən 6-ya qədər. Baxın, -2-dən 6-ya qədər belə. Digəri isə 2-dən 8-ə qədər gedir. Fikir verin, kəsişmələr hara oldu? 2 ilə 6 aralığı. Demək, bizim qiymətlərimiz, uşaqlar, 2-6 aralığında olmalıdır. Və bizdən də deyir ki, tam qiymətlərin cəmini tapın. 2 ilə 6 aralığında da 3, 4, 5 qiymətini aldığı üçün 3-ün üstünə 4, 7, 7-nin üstünə 5, 12. Deməli, bizim qiymətimiz olacaq 12. Cavab 12. 57-ci sual. A parametrinin neçə tam qiymətində y bərabərdir 2ax üstə gələk 3a kvadratı çıxaq 14a funksiyasının qrafiki ordinat oxunun mənfi hissəsində kəsir. Uşaqlar, ordinat oxunun mənfi hissəsində kəsir o deməkdir ki, b-si sıfırdan kiçik olmalıdır. B-si sıfırdan kiçik olmasına gətiririk b-ni, yəni sərbəst əddir. Baxın buranı. Sıfırdan kiçik götürürük. 3a kvadratı çıxaq 14a kiçikdir sıfırdan. Hər ortaq vuruq çıxardanda hər ikisində a-dır. A-nı çıxardırıq mötərizə xaricinə. 3a çıxaq 14 kiçikdir 0. A bərabərdir 0-a. 3a çıxaq 14 bərabərdir 0. 3a bərabərdir 14-ə. A da bərabərdir 14 böl 3. Yəni 4/3-də 2. Uşaqlar, 2 qiymət demək tapmış olduq. A-nı 0 və 4/3-də 2 tapdıq. İndi bizə deyir ki, A parametri neçə qiymətində? Biz indi aralığı tapmalıyıq ki, 0 və 4/3-də 2 aralığında mənfi qiymətləri, 0-dan kiçik olan qiymətlər olan aralığı tapmalıyıq. 0 ilə 4 arasında 1 verək. 1 versək əgər, gətirib burada yerinə yazsaq. Baxın, bu tənlikdə yerinə yazaq. 3-ü 1-ə vuranda 3. Çıxaq 14-ü 1-ə vuranda 14. 3-dən 14-ün çıxanda edəcək -11. Demək, bizim qiymətimiz mənfi olduğu üçün lazım olan aralığı tapmış olduq. Digərləri təbii ki, müsbət olacaq. İndi 0 ilə 4/3-də 2 arasında olan qiymətlərin neçə tam qiymətində? Demək, 0 ilə 4/3-də 2-ni almır, ancaq 1, 2, 3 və 4 qiymətlərini alır. Deməli, neçə qiyməti oldu? 4 dənə tam qiymətində. Əlli 8-ci sual. M parametrinin hansı müsbət qiymətində f(x) bərabərdir m(x) üstə gələk 9 bölək 4(x) üstə gələk m sabit funksiya olar. Uşaqlar, yenə sabit funksiya dediyi üçün biz bilməliyik ki, y-imiz s-yə bərabərdir. Yəni, burada x-lar getməlidir. X-ların getməsi üçün biz nə yazmalıyıq? Yazmalıyıq ki, mx üstə gəl 9, 4x üstə gəl m bərabərdir.
Hər ikisindən ortaq vuruq çıxartmalıyıq. Əgər burada m ortaq vuruq çıxarsaq, x üstə gələk 9 böl m qalmalıdır içəridə. Aşağıda da 4-ü ortaq vuruq çıxarsaq, x üstə gələk m bölək 4 qalmalıdır içəridə. İndi biz x üstə gələk 9 böl m ilə x üstə gələk m böl 4-ü bərabərləşdirməliyik ki, bunlar ixtisar getsin də bir-biri ilə və sərbəst bir hədd qalmalıdır içəridə, sabit qiymət qalmalıdır. Ona görə də bərabərləşdiririk. X üstə gəl 9 böl m bərabərdir x üstə gəl m böl 4-ə. X'lər təbii ki islah gedəcək. 9 böl m bərabər olacaq m böl 4-ə. Çarpaz şəkildə vurub açsaq, m-in kvadratı bərabərdir 9-u 4-ə vuranda 36. M də bərabərdir plus minus 6-ya. Plus minus 6 olur və müsbət qiyməti dediyik üçün mənfi 6 bizim kənar qiymətimiz, kənar kökümüz olacaq. Ona görə də bir tək qiymətimiz qalacaq. Cavab 6. 59-cu sual. Funksiyanın qrafikləri üçün uyğunluğu müəyyən edin. Birinci, y bərabərdir mənfi 2x. İkinci, y bərabərdir 3x çıxaq 6. Üçüncü, y bərabərdir mənfi 2x üstə gələk 6. Uşaqlar, gəlin biz bunların ayrı-ayrılıqda bir-bir qrafiklərini təyin edək. Birincinin qrafikini təyin etdikdə, qurduqda y oxu, x oxu, 0 başlanğıc. Təbii ki, b-si 0-a bərabər olduğu üçün yoxdur. Demək, koordinat başlanğıcından keçməlidir qrafikimiz və k-sı da 0-dan kiçikdir. K-sı 0-dan kiçik olduğu üçün demişdik ki, ikinci, dördüncü rüblərdən keçir. Baxın, bu şəkildə. Birincinin qrafikini qurduq. İkincinin qrafiki. Y oxu, x oxu və 0 başlanğıc. K-sı 0-dan böyükdür. B-si isə mənfi 6-ya bərabərdir. Demək, y-i mənfi 6 nöqtəsində kəsir. K-sı da 0-dan böyük olduğuna görə birinci, üçüncü rüblərdən keçməlidir. Demək, baxın bu şəkildə, belə. Üçüncünün qrafiki isə K-sı 0-dan kiçikdir, B-si isə 6-ya bərabərdir. Demək, y-i 6 nöqtəsində kəsir. K-sı da 0-dan kiçik olduğuna görə ikinci, dördüncü rüblərdən keçməlidir. Baxın, belə bu şəkildə. Qurduq. Uşaqlar, indi bir-bir variantlarla yoxlayaq. Deməli, A variantında deyir, absis oxuna paraleldir. Absis oxuna paralel olan hər hansı bir funksiyamız yoxdur. Ona görə A variantı çıxdı. B-də koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçən görürsünüz ki, birinci funksiyamızdır. Birinci funksiya demək koordinat başlanğıcından keçdi. C-də 1, 3, 4-cü rüblərdən keçir. 1, 3, 4-cü rüblərdən keçən isə baxın ikincidədir. İkincidə birinci, üçüncü və dördüncü rüblərdən keçdi. Deməli 2-yə C uyğun gəldi. Digər ikisi ilə kəsir. Uşaqlar, kəsişmə də o deməkdir ki, K-lar da B-lər də fərqli olsun. O da hansı variantda olar? Baxın ikincidə. İkinci digər ikisindən fərqlənir. K-sı da B-si də fərqli olduğuna görə demək ikinciyə həm də D uyğun gəldi. E variantına baxaq. Absis oxunu 3-0 nöqtəsində kəsir. Bunun da qiymətini hesablamaq üçün bir funksiyada yerinə qoyaq, tapaq. Absisə, yəni x-a 3 verək. Mənfi 2-ni 3-ə vuranda mənfi 6 edir. 0 etmədi, mənfi 6 etdi. Birinci deyil. İkincidə y bərabərdir. 3-ü vurduq 3-ə, çıxdıq 6-nı. 9, 9-dan 6, 3. Bu da deyil. Y bərabərdir. Mənfi 2 vuraq 3, üstə gələk 6. Mənfi 2-ni 3-ə vuranda mənfi 6. Mənfi 6-ın üstünə 6 gələndə eləyir 0. Deməli, uyğun variantımız hansı oldu? E variantı. 60-cı sual. Düz xətlər üçün uyğunluğu müəyyən edin. Deməli, birinci funksiyanı bizə verib ki, 2x üstə gələk 3y bərabərdir 5-ə. Uşaqlar, biz buradan y-i tapmalıyıq ki, bucaq əmsalımızı da tapa bilək. Ona görə də 2x-i keçirdirik sağ tərəfə. Edəcək mənfi 2x üstə gələk 5. Hər tərəfi 3-ə bölək. Y bərabərdir mənfi 2 bölü 3x. Üstə gələk 5 bölək 3. Deməli, bu şəkildə qalacaq. İkincini yazaq. 3x üstə gəl 3y bərabərdir mənfi 1-ə. 3y bərabərdir mənfi 3x çıxaq 1. Y bərabərdir hər tərəfi 3-ə bölsək mənfi 1x, yəni mənfi x çıxaq 3-də 1. Üçüncünü həll etsək, 3x üstə gələk 2y bərabərdir 0-a, 2y bərabərdir mənfi 3x-a, y də bərabərdir mənfi 3 böl 2x-a. İndi bir variantlarımıza baxaq.
A variantında qrafik koordinat başlanğıcından keçir. Biz bunların qrafiklərini də quraq. Demək, birincinin qrafikini quranda y oxu, x oxu və 0 başlanğıc. Baxırıq ki, k-mız 0-dan kiçikdir. Deməli, qrafik 2 və 4-cü rüblərdən keçəcək. B-si isə y-i müsbət qiymətində kəsdiyi üçün, baxın, 3-də 5 belə yazaq. Buradan yazdıqda 2 və 4-dən keçir bu şəkildə. Qrafikimiz oldu belə. Y oxu, x oxu, 0 başlanğıc. K-sı mənfi qiymətdir. K-sı mənfi olduğu üçün yenə 2 və 4-dən keçəcək. B-si də mənfi qiymət aldığı üçün, baxın, belə yazaq. Mənfi 3-də 1 və 2 və 4-cü rüblərdən keçir. 0 buradan yazaq. Baxın, belə. Y oxu, x oxu, 0 başlanğıc. Baxırıq ki, üçüncü funksiyamızda B-miz olmadığı üçün koordinat başlanğıcından keçməlidir funksiya. Və K-sı isə mənfi qiymət aldığı üçün 2 və 4-dən keçir. Baxın, belə çəkdik. Belə. Bu da oldu üçüncünün qrafiki. İndi bizə deyir, A bəndində qrafik koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçən üçüncüyə aiddir. Demək, 3-ə A yazırıq. Bucaq əmsalı mənfi 1,5-ə bərabərdir. Bir baxaq bucaq əmsalları. Bucaq əmsalı demişdik K-nın qiymətidir. Birincidə K-mız mənfi 3-də 2-dir. 1,5 deyil. İkincidə K-mız mənfi 1-ə bərabərdir. Üçüncüdə mənfi 2-də 3-ə bərabərdir. Bəli, mənfi 2-də 3. Elə mənfi 1,5 deməkdir. Ona görə bizim variantımız uyğun gəldi. Hansına? Üçüncüyə. Deməli, 3-ə B. C bəndi. Qrafiki 1-1 nöqtəsindən keçir. Uşaqlar 1-1 nöqtəsindən keçdiyini yoxlamaq üçün 1-1 yazaq, yoxlayaq. Birinciyə baxaq. 2-ni 1-ə vuranda 2. Üstünə gələk 3 vuraq 1 bərabərdir. 2-ni 1-ə vuranda 2. Üstünə 3 gəldikdə 5. Elə birinci yoxladığımızdan alındı. Demək ki, 1-ə C uyğundur. Sonra D bəndində apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Apsis oxunun 135 dərəcəli bucaq əmələ gətirdiyini bilmək üçün biz demişdik ki, bucaq əmsalı K bərabərdir tangens alfaya. Alfamız 135 dərəcə olarsa, demək K bərabərdir tangens 135 dərəcə. Çevirmə düsturlarından istifadə edərək tangens 180 dərəcə çıxaq 45 dərəcə yaza bilərik. Tangens 180 çıxaq 45 dərəcə və əks qiymətlə yazacağıq. Çünki tangens 135 dərəcədə ikinci rübə düşür, mənfi qiymət alır. Mənfi tangens 45 dərəcə. 45 dərəcədə isə 1 qiymətini verdiyi üçün mənfi 1-ə bərabərdir. Deməli, K-sı mənfi 1 olan variantı axtarırıq. K-sı mənfi 1 olan variantımız isə uşaqlar, baxın, ikincidir. İkincidə K-mız mənfi 1-ə bərabərdir. Deməli, hansı? D-yə. 2-yə isə D uyğun gəldi. E variantı qrafiki mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Qrafiki mənfi 1, 3-də 2 nöqtəsindən keçən variantımızı yoxlayaq. Görək hansı uyğun gələr. Uşaqlar, birincini yoxlamışdıq ki, 1-1 nöqtəsindən keçir. İndi 2 ilə 3-ü yoxlayaq. 2-yə baxaq. 3-ü vururuq mənfi 1-ə. Üstünə gəlirik. 3 vuraq 3-də 2. Bərabərdir. 3-ü mənfi 1-ə vuranda mənfi 3 edir. Üstə gələk. 3 ilə 3 ixtisar gedəcək, alacaq 2. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1. Deməli, variantımız uyğun gəldi 2-yə. 2E. Y bərabərdir. Kx üstə gələk B funksiyasının qrafiki üçün uyğunluğu müəyyən edin. Deməli, birincidə bizə deyir K 0-dan böyük, B 0-dan böyük olmalıdır. K'nın da B'nin də 0-dan böyük olması üçün qrafiki əgər təyin edib yazsaq, qrafikimizi çəkək. Y oxu, x oxu və 0. K 0-dan böyük, B də 0-dan böyük. Deməli, buna hansı uyğun gələr uşaqlar? B-nin 0-dan böyük olması üçün Y-i deməli müsbət qiymətində kəsəcək. Bura B-nin qiyməti. K da 0-dan böyük olduğu üçün birinci, üçüncü rüblərdən keçəcək. Baxın, belə. Aha. İndi baxaq, görək hansı rüblər. Baxın, birinci rübdən başlayıb, ikinci rübdə də var və üçüncü rüb. Deməli, başlanğıcları 1 və 3-dədir, amma ikinci rübədə düşdüyü üçün 1, 2, üçüncü rüblərdən keçmiş olur. Deməli, 1-ə uyğun olduğu B bəndi.
İkinciyə baxaq. K'sı sıfırdan kiçik, B'si də sıfırdan kiçik. Qrafikini qurmuş olsaq əgər, Y x oxu və 0 başlanğıc. K sıfırdan kiçikdirsə, 2 və 4-dən keçəcək. B sıfırdan kiçikdirsə, Y-i mənfi nöqtəsində kəsəcək. Baxın bura. Deməli, B olmalıdır qrafikimiz. Bu şəkildə. Hansı rüblərdə olacaq uşaqlar onda? İkinci, üçüncü və dördüncü rüblərdə. 2, 3, dördüncü rüblərdən keçən isə D variantı uyğundur. Üçüncüyə baxaq. K 1'ə bərabərdir, B isə 0'dır. Y bərabərdir Kx üstə gəl B-də, B 0'dırsa, demək Y bərabərdir. K'mız da 1'ə bərabərdirsə, bir də X-a vuranda X. Y ilə X-i bir-birinə bərabər olmalıdır. Və təbii ki, koordinat başlanğıcından keçməlidir. Baxın, bu şəkildə. Deməli, hansı rüblərdən keçdi? Birinci və üçüncü rüblərdən. Uyğun variant A variantı. Digərlərində yoxlayaq uşaqlar. B çıxdı, D çıxdı, A da getdi. Qaldı C ilə E. 2 və 4-cü rüblərdən keçən yoxdur. E variantında absis oxunun müsbət istiqaməti ilə körbucaq əmələ gətirir. Körbucaq əmələ gətirən hansıdır uşaqlar? Baxın, burada iti bucaq əmələ gətirib. Üçüncüdə də iki bucaq əmələ gətirib. Amma 2-yə baxın, körbucaq əmələ gətirib. Deməli, 2-yə də uyğun variant olacaq E. 62-ci sual. K kiçikdir 0, B böyükdür 0 deyirsə. Gəlin qrafikini düzəldək. K 0-dan kiçik, B də 0-dan böyük olarsa. Deməli, qrafikimiz B-nin 0-dan böyük olduğu üçün Y-i müsbət istiqamətində kəsir. Baxın, bura B-nindir. K da 0-dan kiçik olduğu üçün 2 və 4-cü rüblərdən keçməlidir. Belə. Deməli, hansı rüblərdə davam elədi? 1, 2 və 4-cü rüblər. 1, 2 və 4-cü rüblər. Uyğun variantımız C. İkincidə. K 0-dan böyük, B 0-dan kiçik olmalıdır. Qrafikimizi quraq. Y oxu, X oxu. K'nın 0-dan böyük olduğu üçün 1/3 rüblərdən keçdiyini bilirik. B'nin də 0-dan kiçik olduğu üçün Y-i mənfi nöqtəsində kəsir. Deməli, baxın belə. 1-ci rübdən, 3-cü rübdən və 4-cü rübdən keçdi. 1, 3, 4. Uyğun variant A. Üçüncüdə. K bərabərdir mənfi 1-ə, B bərabərdir 0-a. Y bərabərdir Kx üstə gəl B-dir dedik. B-miz 0-dırsa Y bərabərdir. K'mız da mənfi 1-dirsə mənfi X-a bərabər olacaq. Onun üçün də qrafikimiz K'nın mənfi qiymət olduğu üçün 2 və 4-dən keçməlidir. B-si isə 0 olduğu üçün koordinat başlanğıcından keçməlidir. Baxın, bu şəkildə. Deməli, ikinci və 4-cü rübdən keçir. 2 və 4-cü rüblərin təm bölənidir. Bəli, B variantı. 3-ə də B uyğun gəldi. Demək ki, C keçdi, A keçdi, B də keçdi. Qaldı D ilə E. 1-ci, 3-cü rüblərdən keçən yoxdur. E variantında absis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Baxaq görə iti bucaq əmələ gətirən hansıdır? Kör bucaq əmələ gətirib. İti bucaq əmələ gətirib. Burada da kör bucaq əmələ gətirib. Ona görə də uyğun variant İkinciyə E. 63-cü sual. Qrafikdə Ayxan və Elminin verilmiş zaman ərzində hazırladıkları detalların sayı göstərilmişdir. Qrafikə əsasən Ayxan və Elmin 130 detalı birlikdə neçə günə hazırlayırlar? Deməli, Ayxanın hazırladığı detalı axtaraq və Elminin hazırladığını axtaraq. Ayxan detalların sayı 8 günə Ayxan 40 detal hazırlayır. Bəs bir günə neçə detal hazırlayır? X bərabərdir 40-ı bölürük 8-ə 5 detal. Deməli, Ayxan bir günə 5 detal hazırlayır. Elmin isə 10 günə 15 detal hazırlayıb. Onda bir günə də X detal hazırlamış olacaq. X bərabərdir 15 bölək 10. Deməli, bir günə 15-i 10-a böləndə 1,5 detal hazırlamış olur. Deyər, onlar birlikdə 130 detalı neçə günə hazırlayarlar? Birlikdə deyirsə,
Bir gün ərzində hazırladıkları detalı toplayırıq və günümüzün sayını bilmədiyimiz üçün vururuq T günə. Bərabər eləyirik 130 detala. 5'in üstünə 1,5 gələndə 6,5. Vuraq T bərabərdir 130'a. T bərabərdir 130'u böləcəyik 6,5'ə. 130'da 6,5'ə böləndə vergüldən azad edirik. Bura 0 atırıq. 130'da 65 eləyəcək 2 dəfə. 0'ı da yazırıq yanına, edəcək 20. Deməli 20 günə 130 detal birlikdə hazırlaya bilərlər. Altmış dördüncü sual. Şagirdlər CB və CA düz xətləri boyunca yönələn mail müstəvilər üzərində kürələrlə təcrübə aparırlar. CA və CB düz xətlərinin tənlikləri uyğun olaraq Y bərabərdir 2x üstəgəl n, Y bərabərdir -3x üstəgələk m olarsa və C nöqtəsi AB düz xəttindən 1,8 metr məsafədə yerləşərsə, AB məsafəsini tapın. Uşaqlar, baxın, uyğun olaraq dediyinə görə CA-ya birinci uyğun olan Y bərabərdir 2x üstəgələk n funksiyası uyğundur. Y bərabərdir 2x üstəgələk n. CB-yə isə -3x üstəgəl m uyğundur. Y bərabərdir. Aha, və deyir ki, C nöqtəsi, baxın, C nöqtəsi AB-dən 1,8 məsafədə yerləşir. Yəni, baxın, bura 1,8-ə bərabərdir. Və AB məsafəsini tapın. Bizdən də soruşur ki, baxın, bu məsafəni bizdən soruşur. Biz baxmalıyıq ki, görək x-i hansı nöqtələrdə kəsib funksiyanın. Funksiyanın qrafiki x-i hansı nöqtələrdə kəsib. Bunu tapmaq üçün ilk öncə biz nəyə verməliyik? Deməli, biz bilirdik ki, Y-i kəsdiyi nöqtə həm də B-nin qiymətidir. Y-də 1,8 olduğu üçün funksiyamızı belə yaza bilərik. Y-imizin, baxın, Y-i kəsdiyi nöqtədə x 0-a bərabərdir. Demək, birinci üçün də yazırıq. X 0, Y 1,8. İkinci üçün də yazırıq. 0, 1,8. Və birinci funksiyamızda yazaq yerinə. 2 vuraq 0. Üstə gələk n bərabərdir 1,8'ə. 2'yi 0'a vuranda 0 edir. Deməli, n bərabərdir 1,8'ə. Digərində də yazsaq yerinə 0 vuraq 3. Üstə gəl n bərabərdir 1,8 və buradan da n bərabərdir 1,8 olur. Bunu bildik. Deməli, n-i də m-i də tapdıq ki, yenə də elə n-lə m 1,8'ə bərabərdir. İndi uşaqlar, n və m bildiyimizə görə funksiyalarımızı düzəldək. Y bərabərdir 2x üstəgəl 1,8. Digər də y bərabərdir 3x. Təbii ki, -3x. Üstəgələk 1,8. Bunu da yazdıq. İndi biz bilirik ki, A və B nöqtələri x-i kəsdiyi nöqtələrdir. X-i hansı nöqtədə kəsirsə, y orada 0'dır. Deməli, biz x-i tapmaq üçün y-ə 0 yazmalıyıq. X-i tapmaq üçün y-ə 0 yazmalıyıq. 2x üstəgəl 1,8 bərabərdir 0'a. 2x bərabərdir -1,8'ə, x də bərabərdir -0,9'a. Demək, baxın, bu A nöqtəsi -0,9'a bərabər oldu. İndi B nöqtəsini tapaq. Y 0 yazsaq, -3x üstəgəl 1,8 bərabərdir 0'a. -3x bərabərdir -1,8'ə. X də bərabərdir -1,8'i -3'ə böləndə 0,6 müsbət. Demək, B-nin də qiyməti müsbət 0,6 oldu. Uşaqlar, bizdən də bu məsafəni soruşduğuna görə bilirik ki, məsafə də mənfi ola bilməz. Ona görə də baxın, A-dan 0-a qədər məsafəmiz 0,9'dur. B-dən də 0-a qədər məsafəmiz 0,6'dır. Demək, ümumi məsafəni tapmaq üçün, AB məsafəsini tapmaq üçün 0,9 ilə 0,6'nı toplayırıq. O da edir 1,5. Deməli, bizim uyğun variantımız, cavabımız 1,5'ə bərabərdir. Deməli, uşaqlar, Səid burada baxırıq ki, 2000 testi 20 günə bitirib. Onda bir günə də x-i tapmalıyıq. Yəni, 2000'i bölürük 20'yə. Edəcək 100 test. Demək, bir günə 100 test yazırmış. Elmir isə, bu olsun Səid. Elmir isə 1500 testi 30 günə yerinə yetirirsə, onda bir günə də x testi yerinə yetirir. Tapaq, 1500'ü bölürük 30'a. Edəcək neçə? 50.
Deməli 50 test. Bu da bir günə 50 test eləyir. İndi bizə deyir ki, neçənci günün sonunda Səid və Elmirin qalan sualları bərabər olar. Deməli Səidin 2000 testi var imiş. 2000 testdən çıxmalıyıq. Bir gündə 100 test eləyirsə x gün. Günümüzü bilmədiyimizə görə x günü 100x nəzərdə tuturuq. Bərabərdir. Elmir isə 1500 testdən bir gündə 50 sual etdiyinə görə x gündə də 50x sayda sual etmiş olacaq. Deməli bunlar bərabərləşməlidir ki, bərabər olduqları, yəni hansı gün eyni miqdarda test ediblər onu tapaq. X-ları keçirək bir tərəfə. 100x keçsə 50x-in yanına olacaq 100x çıxaq 50x. Bərabərdir 2000 çıxaq 1500. 100-dən 50 çıxanda 50x bərabərdir 2000-dən 1500-ün çıxanda 500. X də bərabərdir 500 bölək 50. O da edəcək 10. Deməli, 10-cu günün sonunda onlar bərabər sayda test etmiş olacaqlar. 66-cı sual. Y bərabərdir a kvadratı çıxaq 10-a. Üstə gələk 16. Vıraq x. Üstə gələk 9 çıxaq a kvadratıdır. Funksiyanın qrafiki yalnız birinci, ikinci rüblərdə yerləşməsi üçün a-nın qiyməti neçə olmalıdır? Birinci, ikinci rüblərdə yerləşməsi üçün uşaqlar. Baxın, belə olmalıdır. Y, x. Birinci, ikinci rüblər bunlar olduğu üçün deməli y-imiz sabit funksiya olmalıdır. X-in qiyməti olmamalıdır. Yəni, harada x görürsə, ora sıfıra bərabər olmalıdır. Ona görə də k-nı sıfıra bərabər edirik. Yəni, a kvadratı çıxaq 10-a, üstə gələk 16. Bərabərdir sıfıra. Buradan Viet teoreminə əsasən tapsaq, A1 ilə A2-nin cəmi müsbət 10-dur. A1 ilə A2-nin hasili isə 16-dır. Hansı ədədlərin cəmi 10 hasili 16-dır? Təbii ki, 2 və 8-in. 2 və 8-in. Deməli, 2 və 8 qiymətlərin alır. İndi biz əsas nəyə fikir verməliyik? Baxın, B-nin qiymətinə. B-nin qiyməti 9 çıxaq A kvadratı. Y-i müsbət qiymətdə kəsdiyinə görə, yəni 0 başlanğıcdan yuxarıda olduğu üçün, y müsbət olduğu üçün, demək B də müsbət olmalıdır. B sıfırdan böyük olmalıdır. Demək 9 çıxaq A kvadratda sıfırdan böyük qiymətlər almalıdır. Onun üçün də A-nın tapdığımız qiymətlərini gətirib yerinə yazsaq, yazaq ki 2. 2 qiymətini verək. 9-dan çıxaq 2-nin kvadratı 4-dür. 9-dan 4 çıxanda 5 edir. Bu uyğun oldu. Digərini verək. 9 çıxaq 8-in kvadratı 64 edir. Bu mənfi qiymət alacaq. Ona görə də heç yoxlamağımıza ehtiyac yoxdur. Demək ki, bizim uyğun cavabımız yalnız 2 nöqtəsidir. A-nın 2 qiymətində funksiyanın qrafiki birinci və ikinci rüblərdən keçər. Deməli, cavabımız 2. (67-ci sual). A-nın hansı qiymətində y bərabərdir a kvadratı çıxaq 8a üstə gələk 15. X üstə gələk a kvadratı çıxaq 16. Funksiyasının qrafiki yalnız 3-cü və 4-cü rüblərdən keçər. Uşaqlar, 3-cü və 4-cü rüblərdən keçməsi üçün yenə sabit funksiya olmalıdır. Baxın bu şəkildə. Bura 3-cü rüb, burada 4-cü rüb. Sabit funksiya olmalıdır. Yenə k-sı sıfıra bərabər olmalıdır. Və y isə mənfi nöqtədə kəsdiyi üçün b-si də sıfırdan kiçik olmalıdır. Demək, k-sı sıfıra bərabər olmalıdır. B-si də sıfırdan kiçik olmalıdır. Yazaq əldə edək. A kvadratı. Baxın, bax bu k-nın yerində durur. B-nin yerində duran isə a kvadratı çıxaq 16-dır. Bu da b. A kvadratı çıxaq 8a üstə gəl 15 bərabərdir sıfıra. Tənliyin köklərini tapaq. A1 üstə gəl A2 bərabərdir 8-ə. A1 vur A2 bərabərdir 15-ə. Hansı ədədlərin hasili 15 cəmi 8-dir? A1-imiz 3 olarsa, A2-miz də 5 olarsa. 3 ilə 5-in cəmi 8, hasili isə 15-ə bərabərdir. İndi, az öncə etdiyimiz kimi A kvadratı çıxaq 16-nı, yəni B-nin qiymətinin sıfırdan kiçik olması üçün 3-ü və 5-i yoxlayaq. 3-ün kvadratı edir 9. 9-dan 16 çıxanda edir mənfi 7. Bu uyğun gəldi. İndi 5-i qoyaq. 5-in kvadratı 25. 25-dən 16 çıxanda 9. Ancaq burada müsbət qiymət aldı. Biz dedik ki, B-si sıfırdan kiçik olmalıdır ki, şərtimiz ödənsin. 3 və 4-dən keçsin. Ona görə də uyğun cavabımız olacaq 3. (68-ci sual). f(x) funksiyasında f(x) xətti funksiyası üçün deməli f 3x çıxaq 5
üstəgələk f 2x üstəgələk 3 bərabərdir 15x üstəgələk 12 olarsa f5-i tapın. Uşaqlar, biz bunu həll etmək üçün nə etməliyik? Necə ki biz f1-i tapanda gətirib hər yerdə x-i harda görürdüksə yerinə 1 yazıb tənliyimizi, funksiyamızı həll edirdik. Eyni formada f3x çıxaq 5 şəklində verirsə, biz bilirik ki funksiyamız fx bərabərdir kx üstəgəl b şəklindədir. Burada baxın, fx-in yerinə 3x çıxaq 5 yazıram bir dəfə. Yazacağım ki k vuraq 3x çıxaq 5 üstəgələk b. Digərində isə f 2x üstəgələk 3-dürsə, yazıram ki k vuraq 2x üstəgələk 3 üstəgələk b. Və bu yazdıqlarımızı gətirib yuxarıda misalımızda həll etmək üçün yazırıq. Yazıram ki k vuraq 3x çıxaq 5 üstəgələk b. Üstəgələk k vuraq 2x üstəgəl 3 üstəgələk b. Bərabərdir 15x üstəgələk 12 şəklində yazırıq. İndi k-nı vurub açaq mötərizəni. 3x-i k-ya vuranda 3kx çıxaq 5k üstəgələk b üstəgələk 2kx üstəgələk 3k üstəgələk b bərabərdir 15x üstəgələk 12. Uşaqlar, kx-ları bir hesablayaq. 3kx-in üstünə 2kx gələndə 5kx edir. K-ları da bir hesablayaq. Mənfi 5k-nın 3k-nı toplayanda edir mənfi 2k. Üstəgələk b ilə də b-ni toplayanda 2b. Bərabərdir 15x üstəgəl 12. İndi fikir verin ki, x-in əmsalına baxırıq. Harda x-in əmsalı varsa, hər iki tərəfdə bərabərliyimizdə hər iki tərəfdəki x-in əmsalları bir-birinə bərabər olmalıdır. Yəni, nə demək istəyirik? 5k bərabər olmalıdır 15-ə. Buradan da k da bərabərdir 15-də 5-ə böləndə 3-ə. K-nı tapdıq 3. İndi digər tərəfdən də bilməliyik ki, sərbəst həddimiz var burada. Mənfi 2k üstəgəl 2b burada sərbəst həddir. Bərabərlikdən sağ tərəfdə isə sərbəst həddimiz 12-dir. Onlar da bir-birinə bərabər olmalıdır. Mənfi 2k üstəgəl 2b bərabərdir 12-yə. K-nı tapdıq ki 3-dür. Mənfi 2 vur 3 üstəgəl 2b bərabərdir 12-yə. Mənfi 2-ni 3-ə vuranda mənfi 6 üstəgəl 2b bərabərdir 12-yə. 2b bərabərdir 12-nin üstünə gəlirik 6-nı. 12 üstəgəl 6. 2b bərabərdir 18-ə, b də bərabərdir 9-a. Uşaqlar, b-nin də qiymətini tapdıq. İndi bizə deyir ki, funksiyada f5-i tapın. f5-i tapmaq üçün biz funksiyamızı yazmalıyıq. fx bərabərdir. Bunu da başqa rəngdə yazaq. fx bərabərdir kx üstəgəl b şəklindədir. K-mız 3 olduğu üçün fx bərabərdir 3x üstəgələk b-imizdə 9. Və f5-i tapması üçün x-i harda görürüksə yerinə 5 yazırıq. 3 vuraq 5 üstəgələk 9. 3-ü 5-ə vuranda 15, 15-in üstünə 9, 24. Deməli, bizim doğru cavabımız 24 oldu. 69-cu sual. L1 və L2 düz xətləri ilə qarşılıqlı perpendikülər olarsa, L2 düz xəttinin tənliyini yazın. Uşaqlar, burada biz ilk öncə L1-dən K-nı tapmalıyıq. L1-dən K-nı tapmaq üçün nə edirik? Görək x-i hansı nöqtədə kəsib? X-i mənfi 2, 0 nöqtəsində kəsib. Mənfi 2, 0 dediyimiz, yəni x-in mənfi 2 qiyməti y-də olmadığı üçün 0-a bərabərdir. Funksiyamızda bilirdik ki, y bərabərdir kx plus b şəklindədir. Gətirib burada yerinə yazsaq, 0 bərabərdir mənfi 2k üstəgəl b şəklində yaza bilərik. Digər tərəfdən 4, 4 nöqtəsində verib. Yəni 4, 4 nöqtəsini yazıb burada da yerinə yazmalıyıq. 4 bərabərdir 4k üstəgələk b. Bunu sistem şəklində tərəf-tərəfə çıxsaq, 0-dan 4 çıxanda mənfi 4 bərabərdir. Mənfi 2-dən 4 çıxanda mənfi 6k. K bərabərdir. Mənfi 4-ü bölməliyik mənfi 6-ya. Mənfini mənfiyə böləndə müsbət edir. 6-nı da 4-ə böləndə 3-də 2. Deməli, K-nın qiymətini tapdıq 3-də 2. Təbii ki, K1-in qiymətini tapdıq. Uşaqlar, bunlar da bir-birinə baxın. Perpendiküləri əlamətin verdiyinə görə bizim şərtimiz var ki, K1 vur K2 hasili əgər iki düz xətt bir-biri ilə perpendikülərdırsa, K1 vur K2 bərabərdir mənfi 1-ə.
Uşaqlar K1-i tapdıq ki 3-də 2-dir. Vuraq K2 bərabərdir -1-ə. K2 bərabərdir -1 vuraq. 3-də 2-nin tərsi 2-də 3-dür. -1-i 2-də 3-ə vuranda -2-də 3 edir. Deməli K2-mizi tapmışıq. İndi biz düz xəttimizin tənliyini düzəltmək üçün həm də B-yə ehtiyacımız var. Y bərabərdir Kx üstə gələk B idisə əgər, biz baxırıq ki, bu da 4 nöqtəsində təyin olunub. Ona görə də düsturda gətirib Y-i X-i yerinə yazaq və K-nı da yerinə yazaq. K-mız -2-də 3, vuraq X, yəni 4, üstə gələk B bərabərdir 4-ə. 2 ilə 4 ixtisar gedir 2, -3 2-yə vuranda -6 üstə gəl B bərabərdir 4-ə, B də bərabərdir 4 üstə gələk 6. B bərabərdir 10-a. Uşaqlar B-nin də qiymətini tapdıq. İndi tənliyimizi rahatlıqla yaza bilərik. Baxın, buradan yazaq. Y bərabərdir Kx üstə gəl B olduğu üçün yazıram Y bərabərdir K-nın yerinə. Deməli, K-nın yerinə -2-də 3 X üstə gələk. B-nin də yerinə 10. Bir digər şəkildə də belə yaza bilərik ki, 3-ü 2-yə böləndə 1,5 edir. -1,5 X üstə gələk 10. Deməli, bizim tənliyimizi yazmış olduq. Burada da qeyd edək, -1,5 X üstə gələk 10. Doğru variant bu şəkildə.